Gəlmişik hal-hazırda Tovuz rayonunun Aşağı Quşçu kəndinə. 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Süleymanov Füzuli Bahaduroğlunun ata ocağına, anasının ziyarətinə gəlmişik. Bizlər Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq hər zaman çalışırıq. Ziyarətlərdə olaq. Nəsə? Can, başına dönərəm, nə tərsən? Qadan olaram sən. Oy qadan olayım. Mən daha çox istəyirsən elə? Elə? Hə. Canım hamılıqca xoş gəlirsən də gəlin. Sen benim kardeşimsin. Korrelasyon mu? Ayak vur ben. Gel yaxşı Bak olur. bunu tanıyırsan bak bunu bu sakallı. Hayır bizim kanunumuzda var birbirimizi tanımıyoruz biz. Allah'ına biz gör yadda şey olmuşum ben. Beş tane dersen. Qohumuq deyir, bir kətçi. Ne bileyim. Ha, Cemil. hayır. Ruhu şad olsun. Allah anamıza can sağlığı versin. Ne yaxşı yadına sağ ol. Sən həmişə mənim yadımdasan. Allah imamsın, heç kimə belə dərd verməsin. Bu dərddən hamıraq olsun. Çətindir. Damım atda qalıram, fikirləşirəm. Hamı dağılır, mənə baxan yoxdur. Onu arvadın da onu yatırsın. Elraçı. Haycan, onun deyim Ayana, onun yoldaşı özündən əvvəl rəhmətə getmişdi. Xəstəlik tapdı, yoldaşı rəhmətə getdi. Səhvim yoxsa 40 günə qalmadı. Hə, Füzuli də şəhid oldu, gəldi onun 40-ına. Yox, yeni evliydilər. Bəli. Anamızın mı? Yox, anamızın oğlanları çoxdur. Qız da var, Allah can sağlığı versin. Ana özü qoyub buranı getmir. Deyir, mən geçsəm, deyir, yox, kənddədirlər, elə burada yaxındır, baxırlar uşaqlar, qəşəng baxırlar. Sadəcə özü buranı qoyub getmək istəm. Hə, yurdu boş qoyub getmək istəm. Mən həmişə deyirəm, həqiqətən, Nibay xanama deyir, mən satacağım, deyirəm, yox, ora yurtdur. Sən o evə köç, oranı oğlunun adına, ev muzeyi qayır, hələ qonağını da qəbul elə. Mən bütün sinəyə deyir, yox, o hacın evidir. O hacın, bax, gələn qonaq deyirəm, hacın evidir. Kim istərsə onun evində qala bilər. Haçarın yerini də deyirəm, çünki haçarın filan yerdən. Kim gəldi hacının ev muzeyində qala bilər, bəli. O ev siz üçündür. Mən nə qədər yaşayıram, elə Hüseynə dediyim kimi yaşasam da o ev hacının evidir. Ora hacının ev muzeyidir. Düzdür. O nətər deyirlər, Heydər Əliyevin ev muzeyi, hacının ev muzeyidir. Mən can atdığım odur ki, Hüseynəli özü üçün, eləsəm də o hacının özü. Hüseynəli də yaxında gəlirdi. Sadəyim ki, mən yox. Ora qardaşımın evidir. Qardaşımın nəfəsi orada alır. Orada oynayıb, orada gülür, o da onun evidir, ev muzeyidir. İndi ananın da bura oğlunun ev muzeyidir, evidir. Atası evdə gedir. Bəli, atası, hə, bəli, dəfnində də iştirak eləmişik. Atası da dünyasını dəyişdi, Allah rəhmət eləsin. Gedəndə həmişə ziyarət eləyirik. İndi yadıma gəldi. Adına günü düzdür deyirlər axırı ana. Canım sağ ol. Deyirlər adına günü deyir, düzdür. Adına günü onun qonaqları olur. Peyğəmbərlərimiz onları qonaq çağırır. Dördüncü gün. Dördüncü günü. Oy qadan alayım. Beşinci Yerə yığışmayıb, həmişə qapılarımızda toy olsun, uşaq olsun. Amin inşallah. Nə var, Allahın işidir, Allah yıxdı bizi belə.
Stol